Birinci qrup ümumi sınaq 15-in həllərinə baxaq. Birinci sual. N natural ədədi üçün əbob bərabər n kvadrat çıx 4n çıxılsın 12 olarsa, əkob n üstəgəl 1, n üstəgəl 3-ü tapın. Əvvəlcə bu verilmiş ifadələri vuruqlara ayıraq. Əbob birinci ifadənin vuruqlara ayırması n üstəgəl 2, n üstəgəl 3-dür. İkinci ifadənin vuruqlara ayrılması n üstəgəl 2, n üstəgəl 4-dür. Bərabərdir. N kvadrat çıx 4n çıx 12. Ortaq vuruğu əbob qarşısına çıxarsaq, n üstəgəl 2 vurulsun. Əbob n üstəgəl 3 və n üstəgəl 4 alınacaq. Bu da n kvadrat çıx 4-dən çıx 12-dir. Daha sonra əbob n üstəgəl 3, n üstəgəl 4 1-ə bərabərdir. Çünki n üstəgəl 3 və n üstəgəl 4 ardıcıl natural ədədlərdir. Onda alarıq ki 12. Deməli, bu kvadrat tənliyi həll eləyək. 5n çıxılsın 14 bərabərdir 0. N bərabərdir 7. N bərabərdir -2 alınır. N natural ədəd olduğuna görə -2-ni götürməliyik. N 7-dir. Onda əkob 8 və 10-u tapmalıyıq. N-in yerinə burada 7 yazanda. 8 ilə 10-un əkobu da bərabərdir 40-a. Birinci sualda düzgün cavab D variantı olacaq. İkinci suala baxaq. İkinci sualda A ədədi A plus B-nin 40%-dir. A ədədi 40% 5-2 hissə deməkdir. A plus B-nin 5-2 hissəsidir. Buradan alarıq ki 5A bərabərdir 2A üstünə gəl 2B. Deməli 3A bərabərdir 2B. A bölünsün B bölünsün A-nı tapaq buradan. B bölünsün A bərabərdir 3 bölünsün 2. B ədədi A-nın neçə faizidir? Onda B bölünsün A vurulsun 100%. Bunu hesablamalıyıq. 2-də 3 vurulsun 100%. Bu da bərabərdir 150%. İkinci sualda düzgün cavab C variantı. Üçüncü sual. AOB düzbucağının tərəfləri arasından AOB düzbucaqdır. OS şüası keçirilmişdir. Bu bucaqların tənbölənləri arasında qalan bucağın qiymətini tapın. OS-nin tənböləni və daha doğrusu BOS-nin tənböləni və AOS-nin tənböləni çəkirik. Qırıq-qırıq xətlə göstərmişəm. Biri M olsun, biri də N. Yəni MON bucağının qiyməti soruşulur bizdən. MO tənbölən olduğuna görə bunlar alfa-alfa olsun. ON də tənbölən olduğuna görə bunlar da beta olsun. Onda 2 alfa üstünə gəl 2 beta bərabərdir 90-dır şərtə görə. Onda alfa üstə gəl beta bərabərdir 45-dir. Alfa üstə gəl beta da bu tənbölənlər arasındakı MON bucağı deməkdir. Ona görə də cavab olacaq 3-də B variantı. Dördüncü sualda M parametrinin hansı qiymətində kök altında 12 çıxılsın M, kök altında 12 çıxılsın M-inci dərəcədən 125 bərabərdir 5. Bunu yaza bilərik belə. 12 çıxılsın M, 5-in kubu bərabərdir 5. 5 üstü 12 çıxılsın M-də 3 bərabərdir 5 üstü 1-ə. Alarıq ki 3 bölünsün 12 çıxılsın M 1-ə bərabərdir. Onda buradan taparıq 12 çıxılsın M 3-ə bərabərdir. M bərabərdir 12-dən 3 çıxanda 9-a. Onda 4-də düzgün cavab olacaq B variantı. 5-ci sual.
Tənliklər sistemindən y çıxılsın 3x-in böyük qiymətini tapın. Birinci ifadə x çıxılsın y-in kvadratıdır. Bərabərdir 64. İkinci tənliyi olduğu kimi yazaq. Onda buradan alınır ki, x çıx y bərabərdir -8-ə. X üstəgəl y bərabərdir 6-ya və ya x çıxılsın y bərabərdir -8-ə. X üstəgəl y bərabərdir 6-ya. Buradan alırıq ki, birinci sistemdən, birinci haldan tapırıq ki, x bərabərdir -8 ilə 6-nın ədədi ortasına, bu da -1 deməkdir. X -1-dirsə y bərabərdir 7 eləyir. İkincidən isə alırıq ki, x bərabərdir 7-yə, y bərabərdir -1-ə. Bu ifadənin y çıxılsın 3x ifadəsinin böyük qiyməti deməli x -1, y 7 olanda alınır. Y 7, x -1 olanda alınır. Bu da ki 10-a bərabərdir. Düzgün cavab C variantı olacaq. 6-cı sualda doğranı 8 hündürlüyü 6 olan konusun oturacağının sahəsini tapın. Konusdur. Doğranı 8, hündürlüyü 6, oturacağının sahəsini tapın. Radiusunu tapaq əvvəlcə. Radiusun özünü tapmasaq da olar. Radiusun kvadratını tapsaq kifayət edir. R kvadrat bərabərdir 64 çıxılsın 36, R kvadrat elədi 28. Oturacağın sahəsi S bərabərdir pi R kvadrat olduğuna görə bərabərdir 28 pi. Düzgün cavab D variantı olar. 7-ci sual. Düzbucaqlı şəklində olan kafellərdən şəkildəki kimi mozaikalar düzəldilmişdir. Buna görə 19-cu şəkildə olan mozaikadan neçə ədəd kafeldən istifadə edildiyini tapın. Deməli, birinci halda A1 deyək ona. Ortada 2 düzbucaqlı var. Ümumi 4, yəni 2-nin kvadratı qədər. İkinci halda ortada 3 düzbucaqlı var. Ümumi 9, yəni 3-ün kvadratı qədər. Deməli, onda n-ci addımda bərabərdir n üstə gəl 1-in kvadratı qədər düzbucaqlı olacaq, kafel olacaq daha doğrusu. Bizdən 19-u soruşur. A19 bərabərdir 20-nin kvadratına. Bu da bərabərdir 400-ə. Düzgün cavab Y variantı olacaq. 8-ci sual. Bir rəqəmli tək natural ədədlər çoxluğunun alt çoxluqlarının sayını tapın. Bir rəqəmli tək natural ədədlər 1, 3, 5, 7 və 9-dur. Alt çoxluqların sayı, bu alt çoxluğu olsun. Alt çoxluğların sayı 2 üstü n-yə bərabərdir. Yəni 2 üstü 5-ə. Bu da bərabərdir 32-yə. Düzgün cavab olacaq. B variantı 9. Xarici bucaqlarından biri 20 olan paralleloqramın böyük daxili bucağı ilə böyük xarici bucağının cəmini tapın. Demək, xarici bucaqlarından biri 20-dirsə, tutaq ki, bura 20-dirsə, onda daxili çarpaz bucaqlar bərabər olduğuna görə daxili bucaqlarda iki daxili bucağı da 20 dərəcə olacaq. Daxili bucaqlardan kör bucağı olan daxili bucağı isə bərabər olacaq 160 dərəcəyə. 160 dərəcəyə. Deməli, böyük xarici bucaqla böyük daxili bucağı. Onda xarici bucağı da, böyük xarici bucağı da 160 dərəcə olar, yenə çarpaz bucaqlara görə. Böyük daxili bucaqla böyük xarici bucağın cəmi eləyəcək 320 dərəcə. Düzgün cavab A variantı. 10-cu sual. Funksiyanın təyin oblasti mənfi sonsuzluq 8, 8 müsbət sonsuzluqdur. Yəni, bu demək ki, x 8-dən fərqlidir. Kəsirin məxrəcinə baxsaq, 2x çıxılsın m üstünə gəl 4
təyin oblastı bu funksiyanın məxrəci sıfırdan fərqli olmalıdır. Buradan alırıq 2x fərqlidir m üstəgəl 4, x fərqlidir m üstəgəl 4 böl 2-dən. Onda şərtə görə bu m üstəgəl 4 bölünsün 2 gərək 8-ə bərabər olsun. M üstəgəl 4 bərabərdir 16, m bərabərdir 12 olur. M 12-yə bərabərdirsə funksiyanın qiymətlər çoxluğunu tapın. M-in yerinə 12 yazsaq funksiya olacaq y bərabərdir 10x çıx 3 bölünsün 2x çıx 16. Bu funksiyanın təyin oblastı, qiymətlər oblastını tapmaq üçün onun tərs funksiyasının təyin oblastını tapacağıq. Açaq tənasüblə 2xy çıxılsın 16y bərabərdir 10x çıxılsın 3. Yığsaq bir tərəfə 2x çıxılsın 2xy çıxılsın 10x bərabərdir 16y çıxılsın 3. X-i mötərizə xaricinə çıxarsaq, qalar 2y çıxılsın 10 bərabərdir 16y çıxılsın 3. Onda x bərabərdir 16y çıx 3 bölünsün 2y çıxılsın 10. Tərs funksiyası y üstü mənfi 1 kimi işarə eləsək, olacaq 16x çıx 3 bölünsün 2x çıx 10. Deməli, bu funksiyanın, yəni tərs funksiyanın təyin oblastı şərtdə soruşulan funksiyanın qiymətlər oblastıdır. Bu sıfırdan fərqlidir. Buradan alırıq ki, x fərqlidir 5. Deməli, funksiyanın verilmiş funksiyada y 5-dən fərqlidir. Yəni, qiymətlər oblastı mənfi sonsuzluq 5, 5 müsbət sonsuzluq olacaq. C variantı birləşir 5 müsbət sonsuzluq. Bunu başqa cür asimptotların köməkliyi ilə yazmaq olar. Kəsr xətti funksiyadır. Bunun üfüqi asimptotu x bərabərdir 8-dir. Şaquli asimptotu isə y bərabərdir 10 bölünsün 2, 5-ə bərabərdir. Yəni, bu 10-un bu 2-yə nisbətinə bərabər olur. 5-ə, yəni y 5-dən fərqlidir. Buradan da müəyyən eləmək olar. Çünki funksiyanın qiyməti asimptota sonsuz yaxınlaşır və onu kəsmir. Ona görə də y 5 qiymətini almır. 11-ci sual, funksiyanın böhran nöqtələrini tapın. Funksiyanın böhran nöqtəsi bilirik ki, törəməsinin sıfıra bərabər olduğu və ya törəmənin olmadığı daxili nöqtələrdir. Funksiyanın törəməsini tapaq. f(x) bərabərdir x kvadrat çıxılsın 10x üstünə gəl 24 bərabərdir 0. Tənliyin köklərin cəmi 10 hasili 24-dirsə, deməli, bir kökü 4, ikinci kökü isə 6-dır. Düzgün cavab B variantı. 12. Müstəvi üzərində A nöqtəsindən radiusu 5 olan çevrəyə qədər olan ən qısa məsafə 2 olarsa, ən uzaq məsafənin ala biləcəyi qiymətlərin cəmini tapın. A nöqtəsi tutaq ki, çevrənin xaricindədir birinci halda. Onda o çevrənin mərkəzi olsun, B bura olsun, C bura olsun. Ən yaxın məsafə AB-dir. Şərtə görə bu 2-yə bərabərdir. Radius 5-dirsə, onda ən uzaq məsafə burada AC kimi göstərmişəm. Bərabərdir 2, 5, 5-in cəminə, yəni 12 olacaq. Ən yaxın məsafə isə 2-dir, o da şərtdə verilib. İndi ikinci halda isə tutaq ki, bu nöqtə çevrənin daxilində yerləşir. Çevrənin daxilindədir A nöqtəsi. Onda çevrənin daxilində yerləşsə, yenə də ən yaxın məsafə AB 2 olacaq. Bu o çevrənin mərkəzidirsə, bu C nöqtəsinə qədər OC məsafəsi olacaq radiusa bərabər, yəni şərtdə 5 verilib. Onda AO məsafəsinə də 3 düşəcək. Onda ümumi məsafə AC məsafəsi, yəni ən uzaq məsafə olacaq 8. Ən uzaq məsafənin ala biləcəyi qiymətlərin cəmini tapın. Yəni 12 və 8-in cəmi soruşulur. 12 ilə 8-in cəmi də 20 olacaq. Düzgün cavab olacaq Y variantı. 13-cü sual.
4 üstü x çıxılsın 20 vurulsun 2 üstü x üstünə gəlsin 64 bərabər 0 tənliyin kökləri cəmini tapın. Əvəzləmə aparaq 2 üstü x-i t ilə əvəz edək. Olacaq t kvadrat çıx 20t üstünə gəl 64 bərabərdir 0. Daha sonra bunun köklərini tapaq. Cəmi 20. Yox, köklərini tapmayaq. Gəlin Viet teoreminə görə t1 vurulsun t2 hasilini tapsaq, onda olacaq 64-ə bərabər. T1 və T2-ni necə tapırıq? Tutaq ki, buradan T1, T2-nin qiymətini tapdıq. Daha doğrusu x1, x2-ni necə tapırıq? Bu tapılan qiymətləri gətirib burada əvəzləmədə yerinə yazıb. Alırıq ki, məsələn, birinci kökünü tapmaq üçün 2 üstü x bərabər T1, x1-i tapırıq. 2 üstü x2 bərabərdir T2. Buradan da x2-ni tapırıq. Bunları tərəf-tərəfə vuranda görür x1 və x2 toplanacaq, t1 və t2 vurulacaq. Yəni üstlər toplanır. Şərtə görə yox, daha doğrusu almışıq ki, Viet teoreminə görə t1, t2 64. Onda 2 üstü x1 üstə gəl x2 bərabərdir 64-ə, yəni 2 üstü 6-ya. Buradan da alırıq ki, x1 və x2-nin cəmi 6-ya bərabərdir. Düzgün cavab eləyəcək Y variantı. 13-cü sual. Yox, 13 yox, 14-cü sual. Y bərabərdir kök altında x, müəyyən inteqralla sahənin hesablanmasına aid sualdır. Əvvəlcə şəkili çəkək. Demək, kök altında x, mənfi kök altında x, y bərabər kökdə x, y bərabər mənfi kök altında x və x bərabərdir 9. Deməli, bu funksiyaların qrafikləri, y bərabər kökdə x və y bərabər mənfi kökdə x funksiyaların qrafikləri x oxuna görə simmetrik olduğuna görə burada alınmış sahələr bir-birinə kongruent olur, bərabər olar daha doğrusu. Bu fiqurlar ikisi də kongruent fiqur olur və sahələr də bərabər olur. Ona görə də bir sahəni hesablayıb 2-yə vursaq, ümumi sahəni tapmış olaraq. Bir sahəni, məsələn, S-i hesablamaq üçün integral 0-dan 9-a kimi kök altında x, dx-i hesablamaq kifayətdir. Bu da eləyir x üstü 2-də 3, x üstü 2-də 1-dir. Üstünə 1 gələndə 2-də 3 vurulsun 3-də 2, 0-dan 9-a. 9 qoysaq yerinə eləyəcək 3-də 2 vurulsun 3-də 2 vurulsun 9 üstü 2-də 3, 9 üstü 2-də 3-dür, 3-ün kvadratı üstü 2-də 3 deməkdir. Bu da bərabərdir 3-də 2 vurulsun 3-ün kvadratı üstü 2-də 3-ü hesablasa, bu da eləyəcək 27, 27 3-ə 9, 9 öf 2 18 olacaq. Deməli, bir sahə 18 isə fiqur soruşulan sahə 2S-dir bizdə. 2S bərabərdir 2-dən 18, 36 olacaq. Düzgün cavab A variantı 14-cü sualda. 15-ci suala baxaq. ABCD paralelogramın diaqonalların kəsişmə nöqtəsindən tərəflərə paralel düz xətlər çəkilmişdir. SABYO bölünsün SFOKD nisbətini tapın. FY və MK paralelogramın tərəflərinə paralel olduğuna görə, onda bu paralelogram 4 bərabər paralelograma bölünəcək və hər paralelogram da diaqonalı ilə 2 hissəyə bölünür. Deməli, ümumi paralelogram 8 bərabər 3 bucağa bölünəcək və hər bir 3 bucağın sahəsi S olsa, ABYO-nun sahəsi ABYO trapesiyadır. Bu trapesiyadır. Bu trapesiyanın sahəsi eləyəcək. Bir dəqiqə. SABYO bərabərdir 3S olacaq. SFOKD isə bərabərdir. FOKD bərabərdir 2S. Onda bunların nisbəti SABYO bölünsün SFOKD bərabərdir 3S böl 2S. Yəni 1,5. 15-də düzgün cavab A variantı olacaq.
16-cı sual. Limit x a-ya yaxınlaşanda surəti vurğulara ayıraq. Surətin vurğular ayırması x çıxı 2, x çıxılsın 4-dür. Bölünsün x çıxılsın 2 bərabərdir 12. İxtisar getdi. Qalır burada limit x a-ya yaxınlaşanda x çıxılsın 4 bərabər 12. X-in yerinə a yazsaq, a çıxılsın 4 bərabər 12. Deməli, a bərabərdir 16 olacaq. Düzgün cavab B variantı. 17-ci sual. 17-ci sual. 6 mənfi 1, 2, 3, 4, 5, 6 mənfi 3 müsbət 1, 2, 3 müsbət ədəddən hasilinin mənfi olduğu 3 ədədi neçə üsulla seçmək olar? Hasilinin mənfi olduğu. Hasilin mənfi olması üçün hər 3 ədəd mənfi ola bilər. Ya da ki, bir dənə mənfi olar, 2 dənə müsbət olar. Birinci hal kombinezon 6 elementdən 3 qədərdir. Yəni 6 mənfi ədəddən 3 mənfi ədədi seçirik. İkinci halda deməli 6-dan 1-ə vurulsun kombinezon 3 müsbət ədəddən ikisini isə kombinezon 3-dən 2-yə qədər sayda seçmək olar. Onda ümumi mümkün halların sayı kombinezon 6-dan 3-ə, üstünə gəl kombinezon 6-dan 1-ə vurulsun kombinezon 3-dən 2-yə. 6-dan 3-ə 20-yə bərabərdir. 6-dan 1-ə 6, 3-dən 2-yə 3-ə bərabərdir. Bu da bərabərdir 38. Düzgün cavab C variantı. 18. Simmetriya çevirmələri ardıcıllığı hansı bənddə düzgün verilmişdir? Birincidə baxın A2-3 nöqtəsi B3-2-yə çevrilib. Deməli, burada koordinatlar yerlərini dəyişir. Bu da hansı çevrilmədədir? Y bərabər x düz xəttinə görə çevrilmədədir. Daha sonra ikinci halda B3-2 nöqtəsi C-3-2-yə çevrilib. Yəni, yalnız koordinatlarının işarəsi dəyişir. Koordinatların işarəsi koordinat başlanğıcına görə simmetriyada dəyişir. Ona görə də düzgün cavab olacaq C variantı. 19-cu sual. Y bərabərdir loqaritm 2 əsasdan x kvadrat çıxılsın 10x üstünə gəl m. Funksiyasının təyin oblasti mənfi sonsuzluğu müsbət sonsuzluq olarsa m parametrinin ən kiçik tam qiyməti üçün bu funksiyanın qiymətlər çoxluğunu tapın. Funksiyanın təyin oblastının mənfi sonsuzluq müsbət sonsuzluq olması üçün gərək x kvadrat çıxılsın 10x üstə gəl m böyükdür 0 olsun. Həmişə müsbət olsun. Bu da həmişə müsbət olması üçün diskriminant mənfi olmalıdır. Diskriminant bərabərdir 100 çıxılsın 4m kiçikdir 0 olmalıdır. Buradan alırıq 4m böyükdür 100-dən m böyükdür 25-dən. Burada ən kiçik tam qiymət dediyinə görə m 26 götürürlər ən kiçik tam qiymət. Onda hesablasaq loqaritm 2 əsasdan x kvadrat çıxılsın 10x üstünə gəlsin 26 ifadəsinin ən kiçik qiymətini tapaq. Bu da eləyəcək loqaritm 2 əsasdan x çıxılsın 5-in kvadratı üstünə gəlsin 1. Bu da bərabərdir. Bunun da daha doğrusu ən kiçik qiyməti x çıxılsın 5-in kvadratı ən azı 0 olduğuna görə loqaritm 2 əsasdan 1-ə, yəni 0-a bərabərdir. Deməli, ən kiçik 0-dırsa, qalan qiymətlər 0-dan böyük olmalıdır. Olacaq 0 müsbət sonsuzluq. Düzgün cavab olacaq C variantı 19-da. 20-ci sual. X üstü 4 çıxılsın 18x kvadrat üstünə gəlsin m kvadrat üstünə gəlsin 32 bərabərdir 0 tənliyinin 2 müxtəlif həqiqi kökü olarsa m parametrinin böyük qiyməti ilə tənliyin böyük kökünün cəmini tapın. Burada x kvadratı t ilə əvəz eləsək olar t kvadrat çıx 18t üstünə gəl m kvadrat üstünə gəl 32 bərabərdir 0. Tənliyinin 2 müxtəlif kökünün olması üçün gərək yeganə t qiyməti olsun. Yeganə t qiyməti də nə vaxt olar? Diskriminant. Bu tənliyin diskriminantı 0 olsun. Diskriminant bərabərdir 324.
çıxılsın 4 vurulsun m kvadrat üstünə gəl 32 bərabərdir 0 olsun. Buradan m kvadrat üstə gəl 32 bərabərdir 81. M kvadrat bərabərdir. Demək 49-a m bərabərdir 7 olur. M 7 olsa bunu nəzərə alsaq verilən tənlikdə x üstü 4 çıxılsın 18x kvadrat üstünə gəlinsin 81 bərabərdir 0. Bu da m çıxılsın 9-un tam kvadratı, daha doğrusu x kvadrat çıx 9-un tam kvadratı deməkdir. Deməli x kvadrat 9-a bərabərdir. X müsbət və mənfi 3 olacaq. Bizdə m parametrin böyük qiymətli. M-in böyük qiyməti 7-dir. Burada m müsbət mənfi 7 olacaq. M-in böyük qiyməti 7-dir. Tənliyin böyük kökü də müsbət 3-dür. Bunların cəmi də 10-a bərabərdir. Düzgün cavab Y variantı. 21. Müstəvi xaricində verilmiş nöqtədən bu müstəvi 60 dərəcə bucaq əmələ gətirən 2 mail çəkilmişdir. 2 mail çəkilib. Bu maillərin uzunluğu 8 metrə bərabərdir. Deməli 8-ə bərabərdir. Vahid verilmir. Maillərin oturacaqlar arasındakı məsafənin ən kiçik natural qiyməti ilə ən böyük natural qiymətinin cəmini tapın. Bu 60 dərəcə buradır və buradır. Onda bu bucaqlar 30 dərəcə düşəcək. Onda biz proyeksiyaları tapsaq, proyeksiyalar 4 və 4 olacaq. Bu maillərin oturacaqları Y və S-dir. Y və S arasında ən uzaq məsafə olması üçün gərək YDS bucağı açıq bucaq olanda, baxın şəkil belə olacaq. Şəkil belə olacaq. Bura 8. Buradan bura kimi məsafə 4. Ən uzaq bax bu formada olanda, yəni YDS bucağı açıq bucaq olanda məsafə ən uzaq olacaq. Onda YS maksimum olur 8. Bəs minimum neçə olacaq? Minimum olması üçün baxın Y, D və S. Bu D bucağı sıfıra yaxınlaşdıqca YS məsafəsi kiçilir. Digər tərəfdən 3 bucağı bərabərsizliyi ilə də demək olar bunu. Üçüncü tərəfin, yəni YS-nin uzunluğu maksimum 8, minimum isə maksimum 8 yox, daha doğrusu 8-dən kiçik və 0-dan böyük olmalıdır. Burada ən böyük natural ədəd kimi o 3 bucaq olmayan haldadır, birinci haldadır dedik 8-də, ən kiçik isə natural qiymət x-in 1 qiyməti olacaq, yəni YS ən azı 1 olacaq. Bu iki qiymətin cəmi, yəni 8 və 1-in cəmi bərabərdir 9-a. Düzgün cavab B variantı. 22-ci sual. Z bərabərdir 6 üstə gəl 2. Kompleks ədədi üçün Z kvadrat üstünə gəlsin Z-in qoşmasının kvadratı ifadəsini sadələşdirin. Bərabərdir 6 üstə gəl 2-nin kvadratı üstünə gəl 6 çıxılsın 2-nin kvadratı. Bu bərabərdir 2 vurulsun. Müxtəsərmə düsturlarından alınan nəticə ilə yazıram. 2-nin kvadratı. Bu da bərabərdir 2 vurulsun 36 çıxılsın 4. Bu da bərabərdir 2 vurulsun 32 bərabər 64. Düzgün cavab olacaq D variantı. 23-cü sual. Tənliyinin 0-2 pi aralığına daxil olan köklərinin sayını tapın. Sinus 4x üstünə gəl 1 bərabərdir. Tangens x, kotangens x hasili x-in mümkün qiymətlərində 1-ə bərabərdir. Burada şərt yazaq ki, tangensin məxrəci, yəni kosinus x 0-dan fərqlidir. Kotangensin məxrəci sinus x 0-dan fərqlidir.
Buradan tənliyi həll eləsək, alarıq ki, 4x bərabərdir pk, x bərabərdir pk bölünsün 4. K tam ədəddir. Bunu vahid çevrədə çəkib göstərək. Deməli, ümumi köklərdən biz nəyi çıxmalıyıq? Ümumi köklərin arasından çıxmalıyıq. Ümumi köklərin arasından çıxmalıyıq. Sinusun sıfıra bərabər olduğu bu iki qiymət və kosinusun sıfıra bərabər olduğu bu iki qiymətlə üst-üstə düşən bütün bucaqları çıxmalıyıq. Deməli, yerdə qalacaq pi böl 4, 3 pi böl 4, pi böl 4, 3 pi böl 4, 5 pi böl 4. Yəni pi böl 4-ün tək misilləri qalırdı. Və 7 pi böl 4. Bunu yaza bilərik. X bərabərdir. Pi bölünsün 4. Üstünə gəlinsin. Pi k bölünsün 2. K daxildir. K daxildir. Z. İndi aralığa daxil olan ki, k 0 olduqda pi böl 4. K 1 olduqda 3 pi böl 4. 2 olanda 5 pi böl 4. Və 3 olanda 7 pi bölünsün 4 olur. Düzgün cavab olacaq 4. 24-cü sual skaler hasilə aiddir. Skaler hasilinin xassəsinə görə bunların hasilin 25 A-nın uzunluğunun kvadratı çıx 4 B-nin uzunluğunun kvadratı yaza bilərik. A və B şərtə görə vahid vektorlardır. Onda A-nın uzunluğu B-nin uzunluğu 1-ə bərabərdir. Nəzərə alsaq alarıq 21. Bu sualda cavab olacaq 21. 25-ci sualda x kvadrat çıx 64 bölünsün x çıxılsın 4-ün kvadratı kiçik bərabərdir 0-dır. Surəti vurğulara ayıraq. Yazaq x çıx 4, x çıx 8, x üstə gəl 8. Deməli, mənfi 8 daxildir, müsbət 8 daxildir, 4 daxil deyil. İşarəni yoxlasaq, müsbət, mənfi, mənfi, müsbət. İşarə təkrarlanır, 4-ün hər iki ətrafında işarə mənfi olur, sağında və solunda. Çünki 4 2 dəfə təkrarlanan kökdür. Onda bərabərsizliyin həlli olacaq. X daxildir. Mənfi 8, 4 birləşir, 4, 8. Yəni, ümumi mənfi 8, 8 parçasından bir dənə 4 tam ədədi ödəməyəcək. Mənfi 8, 8 aralığında 16, 8 çıxılsın, mənfi 8 çıxılsın. Üstünə gəl bir 17 dənə tam ədəd var. Bir dənə də 4-ü oradan çıxmalıyıq. Onu da yazaq. Çıxılsın 1 bərabərdir. 16 dənə tam həll olacaq. 26. Katetləri 6, 8 olan düzbucaqlı üçbucağın düzbucağı təpəsində hipotenzə paralel düz xətt çəkilmişdir. Medianların kəsişmə nöqtəsindən həmin düz xəttə qədər məsafəni tap. Şəkli çəkək. Demək, katetləri 6, 8, hipotenuz 10-dur. Medianların kəsişmə nöqtəsi bura olsun. Medianlar buradan paralel bir düz xətt keçirilib. Medianların kəsişmə nöqtəsindən bura qədər məsafəni tapmalıyıq. İndi biz ümumi bu düz xəttdən hipotenuza qədər məsafəni tapaq. Bu düz xəttdən hipotenuza qədər olan məsafə bərabər olur hipotenuza çəkilmiş mediana. Çünki burada işarə eləsək CMNK, bu CMNK düzbucaqlıdır. Bu düzbucaqlı olduğuna görə və
bu məsafə onda K-in məsafəsi S-in məsafəsinə bərabər olacaq. S-in məsafəsi hündürlükdür. Hündürlüyü bilirik ki, K-in məsafəsi də hündürlüyə bərabərdir. Hündürlüyü necə tapırıq? A vur B bölünsün S. Yəni 4,8 olur ümumi KE-nin uzunluğu. Və medianların kəsişmə nöqtəsi J-dir. Bizdən JK-nı soruşur. JK məsafəsi bərabərdir. JK məsafəsi medianlar kəsişmə nöqtəsində 2 bölünsün 1 nisbətində bölündüyünə görə bu JK məsafəsini tapmaq üçün bu hündürlüyün uzunluğun 2 böl 1 nisbətində bölməliyik. Yəni 2-yə bölüb 3-ə bölüb 2-yə vurmalıyıq. Yəni JK-nı tapmaq üçün belə eləyək. Deməli 4,8-i bölək 3-ə JK bərabər 4,8-i 3-ə bölüb alınan nəticəni 2-yə vurmalıyıq. 4,8 3-ə bölünür 1,6 dəfə. 2-yə vursaq 3,2 eləyəcək. Bu deməli NK parçası hündürlük niyə 2 bölünsün 1 nisbətində bölünür? Onun səbəbini də deyim. Çünki buradan məsələn bir medianı çəksək, bucağın tərəflərin paralel düz xətlərlə kəsdikdə onun bir tərəfi hansı nisbətdə bölünürsə, digər tərəfi də həmin nisbətdə bölünəcək. Ona görə də medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2 böl 1 nisbətində bölündüyünə görə bu bir medianı çəksək daha aydın olar. Bu medianı çəkirəm. Bu median bu 2 böl 1 nisbətində bölündüyünə görə bu 2 böl 2x x olduğuna görə hündürlük də 2x 2y y 2 böl 1 nisbətində bölünəcək. Ona görə də elə K-in medianı da 2 böl 1 nisbətində bölünəcək. 26-da 3,2 olacaq cavab. 27. Uyğunluğu müəyyən edin. Kosinus x, arckosinus, arckotangens x funksiyaları verilib. Qiymətlər çoxluğu 0 pi-dir. Bu arckosinus x funksiyasına aiddir. Qiymətlər çoxluğu mənfi 1 1-dir. Bu kosinus x funksiyasına aiddir. Təyin oblasti mənfi 1 1-dir. Bu da kosinus x funksiyasına aiddir. Qiymətlər çoxluğu 0 pi-dir. Bu arckotangens x funksiyasına aiddir. Qiymətlər təyin oblasti mənfi sonsuzluq 0, 0 müsbət sonsuzluqdur. Bu heç birinə aid deyil. Düzgün cavab BC, A, D olacaq. 28-ci sual. Sexdə radiusu 30 olan dairə şəklində dəmir lövhələrdən konus formasında qab düzəldirlər. Konusun yan səthi üçün bu lövhələrdən onunla eyni mərkəzə malik olan 72 dərəcəli sektor kəsildikdən sonra qalan hissədən istifadə edilir. Eyni dəmir lövhədən konusun oturacağı üçün istifadə edildikdə müəyyən hissə kəsilib atılır. Atılmış hissənin sahəsini tapın. Deməli, belə bir dəmir lövhədir. Bu dəmir lövhədən mərkəzi bucağı 72 dərəcə olan hissə kəsilir və bundan bir konus düzəldilir. Əvvəlcə belə bir konus düzəldək. Konusun onda doğranı 30 sm olacaq. 72 dərəcə dairənin 5də 1 hissəsidir. 72 dərəcəli sektor dairənin 5də 1 hissəsidir. Onda bu yerdə qalan hissəyə uyğun qövs uyğun çevrənin uzunluğunun 5də 4 hissəsi olar. 5də 1-i bura düşürsə, 5də 4-ü də qalan hissə olacaq. 5də 4. Onda bu çevrənin uzunluğu neçə olur? Bu çevrənin uzunluğu ümumi 2 pi vurulsun r 30'dur. Bunun 5də 4 hissəsini götürüb oturacaq çevrəsinin uzunluğuna bərabər götürək. Demək, oturacaq çevrəsinin uzunluğu 2 pi r-in 5də 4 hissəsidir. Bu da eləyəcək
48 pi. Deməli, oturacaq çevrəsinin uzunluğu 48 pidir. Oturacaq çevrəsinin radiusu eğri olsun. Onda 2 pi r bərabərdir 48 pidən. Tapırıq ki, r bərabərdir 24. Deməli, oturacaq çevrəsinin radiusu 24. Onda oturacağın sahəsi nə qədər eləyəcək? Oturacağın sahəsi eləyəcək 576 pi santimetr kvadrat. Oturacağın sahəsini tapdıq. İndi deyir ki, bu dairəvi dəmir lövhədən oturacaq düzəldilir, konus üçün oturacaq düzəldilir və qalan hissə atılır. Atılmış hissənin sahəsini tapın. Deməli, ümumi dairənin sahəsi S bərabərdir 900 pidir. Pi r kvadratdan 900 pi tapılır. Çıxılsın 576 pi. Bu da bərabərdir 324 pi santimetr kvadrat. Cavab olacaq 324 pi santimetr kvadrat. 29-cu sual. Torbada olan ağ, göy və qara, ağ, göy və qara kürələrin sayı uyğun olaraq 1, 3, 4 nisbətindədir. X, 3x, 4x nisbətindədir. Torbadan ardıcıl seçilən iki kürədən birincinin qara, ikincinin ağ olması hadisəsinin ehtimalı 78-də 5 olarsa, göy rəngli kürələrin sayını tapın. Deməli, birinci kürənin qara olması hadisəsinin ehtimalı 8x ümumi kürələrin sayıdır. Qara kürələrin sayı 4x-dir. Ardıcıl çıxarılır. İkinci kürə artıq olacaq. 8x çıxılsın bir kürə arasından seçiləcək. Bu halda əlverişli halların sayı, yəni ikincinin ağ olması üçün əlverişli halların sayı x olacaq. Şərtə görə bu bərabərdir 78-də 5. Bu hadisələr, iki hadisə, şərtdə bəhs olunan iki hadisə bir-birindən aslı olan hadisədir. İxtisar aparaq. 2 dəfə, hər tərəfi 2-yə vuraq, 39 dəfə, tənasüblə açaq, 39x bərabərdir 40x çıx 5. Deməli, buradan da x taparıq 5. X 5-dirsə, göy rəngli kürələrin sayı soruşulur. Bu bərabərdir 3 vurulsun 5 bərabər 15. Bu sualda da cavab olacaq 15. Və sonuncu sual. Hər biri digərinin mərkəzindən keçən iki çevrə üçün ANB 240 olduğunu isbat edin. Hər biri digərinin mərkəzindən keçir. Deməli, birinci çevrənin mərkəzi O1 olsun, ikinci çevrənin mərkəzi O2 olsun. O1 və O2-ni birləşdirsək, bu çevrənin radiusuna bərabər olacaq. Həm birinci çevrənin radiusudur, həm ikinci çevrənin radiusudur. Çünki O1 birinci çevrənin mərkəzidir. O2 isə onun üzərindəki nöqtədir. Mərkəzdən üzərindəki nöqtəyə qədər məsafə radiusdur. Deməli, bu çevrələr bərabər radiuslu çevrələrdir. OA da birinci çevrənin radiusudur, o da r-dir. O1A daha doğrusu. O2A da ikinci çevrənin radiusudur, bu da r-ə bərabərdir. Eyni qayda ilə OB r-ə bərabərdir. O1B daha doğrusu r-ə bərabərdir. O2B də r-ə bərabərdir. Onda belə çıxdı ki, OA O2, O1A O2, O1B O2 üçbucaqları bərabər tərəfli üçbucaqlardır. Bunlar bərabər tərəfli üçbucaqlar olduğuna görə mərkəzi bucaqlar, baxın, burada alınan bu bucaq eləyəcək. Yəni, O1 mərkəzli çevrənin mərkəzi bucağı 60, 60, B O1A bucağı eləyəcək 120 dərəcə. B O1A bərabərdir 120 dərəcə olur və B O1A O2 mərkəzli çevrənin daxilə çəkilmiş bucağıdır. Daxilə çəkilmiş bucaq bilirik ki, söykəndiyi qövsün dərəcə ölçüsünün yarısı ilə ölçülür.
Ona görə də ANB qövsünü dərəcə ölçüsü bərabərdir 2 vurulsun 120 bərabərdir 240 olacaq.